Salam uşaqlar. Fizika 2-ci hissə test toplusunun arxasında situasiyaya, yəni situasiya nömrə 12-yə baxırıq. Deməli, fizika dərsində müəllim dəyişən cəryan dövrəsini şahidlərə izah etmək məqsədi ilə sxemdə göstərildiyi kimi dövrə qurdu. Sarğacın aktiv müqaməti nəzərə alınmır. K açarını bir vəziyyətindən 2 vəziyyətinə keçirərkən şagirdlər ampermetrin göstərişinin artdığını müşahidə etdilər. 34-də deyir ki, ampermetrin göstərişinin artmasının səbəbini izah edin. Birinci halda müqavimət rezistorda 20-dir və burada sarğac da qoşulubdur. Sarğacın da müqaviməti var. Ən birinci sarğacın müqavimətini tapaq. XL bərabərdir omega ilə. Omega tənlikdən 100-dür. 100 vurulsun L nədir? 0,3-dür. Bu nə eləyər? Eləyər 30. Və baxırıq ki, rezistorun müqaviməti 40. L1 40-dır. Və ona ardıcıl birləşibdir. XL, o da bərabərdir 30-dur. Bilirik ki, son müqaviməti tapmaq üçün 40-ın kvadratı, yəni R-in kvadratı üstə XL-in kvadratı 30-un kvadratı. Buradan da kökdən çıxar 50. Deməli, birinci halda açar 1 vəziyyətində olduqda müqavimətimiz 50-dir. Açar 2 vəziyyətində olduqda, açarı bax bu vəziyyətə aparsaq, yəni buradan aralayıb bura bağlasaq, dövrənin müqaviməti sadəcə rezistorun müqaviməti 40 olacaq. Müqavimət nədir? Müqavimət azaldı. Müqavimət azalar deyə cəryan şiddəti əksinə artar. Yəni artmasının səbəbi odur ki, müqavimət azalıbdır. Bunun səbəbini izah elədik. İkinci sualda deyir ki, bir vəziyyətində olduqda ampermetrin göstərişini. Yenə yazırıq I bərabərdir. Ampermetrin göstərişi nədir? Təsir edici qiymətdir. Ampermetr təsir edici qiyməti göstərir. Biz də bilirik ki, təsir edici qiymət IM bölünsün kökatda 2-dir. IM-in yerinə UM bölünsün müqavimət R yazsaq, kökatda 2 də burada dursa, tənlikdən şərtdə veribdir. UM 280-dir. Kökatda 2 1,4-dür. Müqavimət isə bir vəziyyətində müqavimət nə oldu? 50 oldu. Gətirib yazıram 50. Və buradan 1,0 bura silsəm, 14 ilə bu 200-ü də 50-yə böləndə I eləyər, yəni cəryan şiddəti I bərabərdir 4 alarıq. Bu sualın cavabı oldu 4. Daha sonra bir vəziyyətində olanda ayrılan orta gücü. Açar bir vəziyyətində olanda sarğacdan güc ayrılmır. Yəni bu sarğacdan bilirik ki, yoxdur. Yalnız rezistordan ayrılır. Yenə yazıram P bərabərdir I kvadratı R. Bu 3-cü sualdır. I tapdıq 4 kvadratı 16. R 40-dır. 16-nı 40-a vurarıq. 64, 640 watt alarıq. Cavab 640 watt.